Adaptasiya deyəndə biz əslində xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə adaptasiyasında daha çox cəmiyyətin onlara adaptasiyasını bilməliyik. Onların bizə adaptasiyası yox, biz onlara adaptasiya olmalıyıq. Və hər bir uşağın gözü ilə hamımız fərqliyik. Yəni bəzi uşaqlar vardır, səni olduğu kimi qəbul edir, səninlə yaxşı ünsiyyət qura bilir. Eyni əlilliyi olan, deyək də, məsələn, eşitmə məhdudiyyəti olan, eyni parametrlərə sahib olan, göstəricilərə sahib olan uşaq səninlə eyni metodika ilə davrananda çox başqa reaksiya verir. Burada artıq müəllimin, pedaqoqun peşəkarlığından asılıdır, öz variativ bir yanaşma olmalıdır.